Tanrı Dəli Domruldan öz canı yerine başka bir can istedikten sonra Dəli Domrul durub atasının yanına geldi. Atasının elini öpüp dedi: "Ey ağsaqqallı əziz, hörmətli canım ata, bilirsənmi nələr oldu? Günah söz söyledim, Tanrıya xoş gəlmədi. Ata, səndən can istərəm, verərsənmi? Yoxsa oğul, Domrul diye ağlarsanmı?" Atası dedi: "Oğul, oğul, ay oğul, dünya şirin, can əzizdir. Canımı qıya bilmərəm. Məndən əziz, məndən yaxın anam vardır. Get onun yanına." Dəli Domrul atasından ümidi üzüb atını sürdü. Anasının yanına geldi. Anasına dedi: "Atamdan can istedim, amma vermədi. Səndən can istəyirəm ana. Canını mənə verərsənmi? Yoxsa oğul, Domrul diye ağlarsanmı? Ağ üzünə, iti dırnaq çalarsanmı?" Anası dedi: "9 ay dar qarnımda gəzdirdiyim oğul, bələyini beşiklərdə bələdiyim oğul, dünya şirin, can əzizdir. Canımı qıya bilmərəm, yəqin bil." Anasından da ümidi kəsən Dəli Domrul atını sürüb arvadının yanına geldi. Dedi: "Atama dedim, canını vermədi. Anama dedim, canını vermədi. Yaylaqdakı ağ qoyunum sənin şülənliyin olsun. Gözün kimi tutursa, könlün kimi sevərsə, ona ərə get." Qadın dedi: "Nə deyirsən, nə ötürsən? Göz açaraq gördüyüm, könül verib sevdiyim. Koç yiğidim, şax yiğidim. Səndən sonra bir yiğidi sevib seçsəm, ərə getsəm, birgə yatsam, bir əcdaha ilan olub məni çalsın. Güclü Tanrı şahid olsun. Mənim canım sənin canına qurban olsun." Əzrail qadının canını almağa geldi. Amma Domrul ömür yoldaşına qıya bilmədi və Tanrıya yalvarmağa başladı. "Ucalardan ucasan, kimsə bilməz necəsən. Harda görsəm ac doyurum sənin için. Çılpaq görsəm don geydirim sənin için. Alırsansa ikimizin canını birgə al. Sağ qoyursan ikimizə də rəhm et." Dəli Domrulun sözü Tanrıya xoş gəldi. Əzraila əmr etdi: "Dəli Domrulun ata-anasının canını al. Dəli Domrula və arvadına 140 il ömür verdim." Əzrail da dərhal onun atasının anasının canını aldı. Dəli Domrul ömür yoldaşı ilə 140 ildə yaşadı. Dədə Qorqud gəlib boy boyladı, soy soyladı. Bu dastan Dəli Domrulun olsun. Məndən sonra igid ozanlar söyləsinlər. Alnı açıq, əli açıq igid şəxslər dinləsinlər.